Salam Buyurun aleyküm. əzizim. Aleyküm selam. Necəsiz? Çox sağ olun, Allah razı olsun. Bayaqdan baxıram, çox belə deyir, dəlinlə danışırsınız. Hı, Mənim də Çox xoşuma sağ olun. gəldi. Buyur əzizim. Allah köməyiniz olsun. Mən bayaq da sual verdim ki, məsələn İslam dininin həqiqətən də yaradan tərəfindən göndərilməsinin, yəni indi siz araşdırmısınız da, ona görə sizə verdim. Bəli, Yəni bəli, bunun bəli. sübutu ki, həqiqətən də bu Allah tərəfindən, yaradan tərəfindən göndərilib. Onu Birincisi bilməsiniz. çox Aha, mühüm buyurun. sualdır, çox mühüm sualdır. Misal üçün bu ateistlər də misal üçün danışanda biz debatlarda misal onlar bu sualı verəndə mən əvvəlcə deyirəm ki, biz yəni o mövzuya girməyəcəyik. Nəyə görə? Çünki birincisi İslam dini, yəni Qurandan danışırıq da, Qurandan danışırıq. Quranın Allahın kitabı olmasından danışırıq. İslam dini nədir ki? Qurandır da. Quran və onun şərhi sünnə. Düzdür? Bəli. İslam dini Quranın Allahdan olması məsələsini gəlmək üçün birinci Allahın olduğunu qəbul etməliyik. Aydındır? Allahın olduğunu qəbul etməliyik. Çünki Allahın olduğu da fitrətimizdə var. İnsan yəni sağına, soluna, yaratışına, özünə, yəni məxluqlara baxanda bunu yəni qəti olaraq bilir. Təkəbbürü elib fırlatsa da, neynəsə də bunu bilir də, aydındır. Yox, bunu mən qəbul edirəm, sözü kəsmə Bəli, bağışlayın. sonra yox, Elə mən günləri götürürəm. sizlə başlaram da əzizim, mən bilirəm sənin sualın çatdı. İkincisi, ikinci mərhələdə gəlir. Bu Allah, yəni bu ateistlər məsələsini keçdik. Sonra gəlir deistlər məsələsi, aydındır. Bu Allahın birincisi, Allahın biz məntiqi olaraq isbat edirik ki, və bunu da biz başa düşürük də. İndi Qurana gələcəm də. Qurana gələcəm. Deməli, biz məntiqi olaraq bilirik ki, Allah yəni bu cür seçən, bilən, iradəsi olan, qüdrəti olan, çünki yəni isbat etdiyimiz Allahda bu sifətlər əqli olaraq yəni biz bilirik də bu mümkünsüzdür axı. Allahın yəni bir yaratdığı məxluqu elə-belə yaratması yəni mümkünsüzdür, əqli olaraq mümkünsüzdür. O zaten də Allah Subhanahu Quranda yəni ona da bir neçə ayədə yəni cavab verir. Əyəhsəbul insanu yutraku suda. Yəni insan fikirləşir ki, o elə-belə boş-boşuna buraxacaqlar. Fəhəsibtum ennəmə xalaqnahum əbətən ənnakum ileynə turcaun deyir. Siz hesab edirsiniz ki, biz sizi boş-boşuna yaratdıq, siz belə qayıtmayacaqsınız. Bu da məntiqi olaraq əslində çox asan bir şeydir. Bunu biləndən sonra biz bilirik ki, Allah mütləq və mütləq insanla konuşmalıdır, ünsiyyətə girməlidir, aydındır. Lakin bu ünsiyyətini etdiyi zaman onun qeybdə olması labüddür. Çünki qeybdə olmasa, yəni imtahanın yəni mümkün ola bilməz də. Çünki təsəvvür edin də bugün Allah bir dənə günah elədin, səma açıldı Allahı görürsən. Bu zaman kim günah eləyər ki? Düzdürmü? Kim yəni hamı ancaq yəni mələklərdən fərqimiz olmaz. Yəni iradənin mənası olmaz. Lakin iradə var axı insanda. İnsan özündən bilir ki, iradəsi olan həm xeyir, həm şəri seçən bir qüvvətdir. Düzdür? Məxluqdur insan. Bunu da biləndən sonra bilir ki, insanla mütləq bir ünsiyyət olmalıdır. Lakin qeybdə olaraq. Bunu da keçən dəfə mənim kanalımda bir şey var. Mənim kanalıma abunə olun. Orada girin. Ağılın hüdudları məsələsində izah eləmişəm. Orada bir söhbət var. Orada izah eləmişəm ki, nə zaman ağıl mütləq qeyb olmalıdır ki, qeybdə olanı ağılla çözəsən. Əks halda ağılın heç mənası olmur. Aydındır? Ağıl və ixtiyarın işə düşməsi üçün mütləq Allahın qeybdə olması və o qeybdən insanlara işarələrinə və insanların yəni ünsiyyətlə danışmasıdır. Ünsiyyət isə iki cür olur, əzizim. İki cür olur. İki cür olur. Birincisi nə olur? Biri tanıtmaq, ikincisi də nə? Tələblə. Əmr və qadağalarla. Başa düşdün? Əmr və qadağalarla və bütün ünsiyyətin başqa forması yoxdur. Məsəl üçün biz bizim kanalımız da tövbə zamanıdır. Yəni TikTok kanalımıza girin, oradadır. Məsəl üçün biz səndən tanış olduq da bir müddət. Düzdürmü? Bir müddət sən özün haqqında danışacaqsan, mən özüm haqqımda danışacağam, düzdürmü? Və bir müddətdən sonra nə edəcəyik? Başlayacaq birimizdən nəsə tələb eləməyə. Düzdür? Bunu gətir, onu gətir, bunu ver, onu al, düzdürmü? Başqa cür olmur da ünsiyyət. Hətta ər-arvad, yəni hamı barəsində. Ünsiyyət əgər iki komponentdən ibarətdirsə, birincisi özünü tanıtmaq, ikincisi nə? İkincisi, yəni tələb etmək, əmr və qadağalar eləməklə insanın mahiyyətini, məqsədini izah etmək. Aydın mütləqdir. Yəni təsəvvür edin, biz bir robot düzəltmişik. Lakin bu robotda heç vaxt nə edirik? Sən nə üçün düzəltmişik demirik. Aydındır? Olmur axı, yəni bu neynəsin? Mütləq ona bir framework verməliyik də. Bunu da biləndən sonra biz bilirik ki, Allahın ünsiyyəti nə olacaq? Və mütləq yəni özünü tanıtmaq və qadağalar, əmr və qadağalardan ibarət olacaq. Və ondan sonra baxırıq Qurana, aydındır? Quran məsələsinə baxanda
Bütün bu prosesləri keçən insanlar, hansı ki o insanlar var ki, artıq Allah var, bəs Allahı harda tapın? Bax, fikir verin, ateistlər və digərlərin Avropada, zətdə xristianların hidayət olma məsələlərinə baxsaz, görərsiniz ki, bizdə çoxumuzda, əzizim, bizdə dədə-babalarla, ata-ana, belə də ailələrlə gəldiyinə görə biz bu prosesləri çox vaxt qeyri-şeydə, necə təqlidlə gedirik də, aydındır. Amma məsələn, İslam'a sıfırdan girən adamlar, mən dediyim bu proseslər var ha. Gedin baxın, bizim kanalımızda onları tərcümə edib qoymuşuq. Onlar bu prosesləri keçirlər. Gəlir, axtarır, deyir, yəni, okey, Allah var, inanır, gör ki, var da, yəni dəlillərsə. Allah nə etməlidir? Məndən danışmalıdır. Hansı formada danışmalıdır? Özünü tanıtmalıdır və nə etməlidir? Əmr və qadağalar eləməlidir. Mənə bir yol, bir məqsəd eləməlidir. Bu cür hidayət axtaran adam nə edir? Müxtəlif araşdırmalar edir, aydındır. Baxır, hansı, məsələn, gedir xristianlıq, digər kitabları oxuyur və son nəticədə proses olaraq gəlir. Bunların arasında doğrudan da dəyişilməyən, doğrudan da Allahı kamil formada nöqsan vermədən və ağla, fitrətə uyğun olaraq, aydındır, tanıtan və doğrudan da, yəni bəşəriyyət üçün o şəriətin əsas məqsədləri nədir? İnsanın əqidəsini, insanın ağlını, insanın canını, insanın malını və insanın namusunu qoruyan bir qanunlar toplumundan gələn bir yəni məsələləri başlayır axtarmağa, sonra gəlir Quranın üzərinə çıxır. Ona görə də Quran, Allah Subhanahu Quranda nə deyir? Zəlikil kitab la reybe fihi hudan lil muttaqin. Aydındır? Ellezine yu'minun bil gayb. Yəni Allah deyir ki, bu zəlikə kitab, bu uca kitab İçində heç bir şübhə olmayan və müttəqilər üçün hidayət verən bir kitab, hidayət olan bir kitabdır. O kəslər ki, sonra müttəqilərin sifətini vəsf edir. Vəsfləri nədir? O kəslər ki, qeyb edirlər, namaz qılırlar və s. ilaxır, aydındır. Və görürsən, yəni Quran kimlər üçündür? Quran hidayət axtaran adamlar üçündür. Aydındır? Qeybə inanan adamlar üçündür. Qeybə inanan, istər fərqi yoxdur. İstər, yəni qeybə inananlar kimdir? İstər müşrik olsun, Hindistan dinində, Hindlərin dinlərində olsun, istər xristian olsun, istər yahudi olsun və s. Bunlar doğrudan da araşdırmalar eləsələr, görərlər ki, təhrifsiz, birinci fiziki olaraq təhrifsiz, yəni görürsən ki, 1400-də heç nə dəyişməyib, aydındır? İkincisi olaraq, yəni ziddiyyətsiz olmayan yeganə kitabdır. Aydındır, ziddiyyətsiz. Düzdür, şübhələr arasında gətirirlər, onların hamısının yəni, cavabı var, aydındır? Və məsələ də budur. Məsələ bu proses yoxdur, bu alqoritmdən keçir. İnsanın Quranın həqiqi kitab olmasını bilməsi bu alqoritmdən keçir. Ona görə də mən tövsiyə edirəm ki, məsəl üçün də bu İslam'a gələn alimlər yoxdur. Onlar necə tapdılar bunu? O barədə qulaq assınlar. Görəcəksiniz ki, mən dediklərimin hamısını birə-bir gətirirlər. Bildin əzizim? Bəli, mən artıq baxıram da bu ateistlərə də baxıram, bu birisine də baxıram. Orada məsələn deyirlər ki, Quranda məsələn dəmirə aid ayə var ki, yəni dəmir başqa, yəni kainatdan bizə gəlmir. Yəni bizdə özümüzdə yoxdur. O məsələn deyirlər ki, 5000 əvvəl də bu var imiş, bu məlumat var imiş, nə bilim belə şeylər. Adamda şey yaradır da, istər-istəməz o axtarışda olan adamda yenə mən atamla namaz qılıb demirəm, amma nə qədər olsa öz-özlüyümdə anlayıb istəyirəm qəbul eləyəm ki, hər şeyi bilərəm. Pünhan, birincisi onu deyənlər var. Onu deyənlər əslində, bax bir də qulaq as da sənə bir sual verim də, yəni Peyğəmbər sallallahu əleyhi və səlləmin vaxtında Peyğəmbər sallallahu əleyhi gəlibdi. İndi niyə o zonaya gəlibdi? Allah seçibdi bunu. Ərəb dilinin zənginliyi ilə, aydındır, tarixi məlumatları yaxşı yadda saxlamaqlarına görə, əzbər elmi onlardan güclü olduğuna görə, hansı ki, qorumaq üçün Allah onları seçibdir. Aydındır, doğrudan deyilər. Biz, misal üçün, mən 3-cü babamın o tərəfi bilmirəm. Amma ərəblər, misal üçün, mənim tanışlarım da var, qohumlarım da var. Onlar nə edirlər? 15-20 dənə babasına qədər sayırlar. Aydındır. Kök nəsəb elmi var onlarda. Hansı ki, sonra rical elmində çox istifadə olundu. Əzbər məsələsi onlarda çox güclü, dəhşət. Dil məsələsi bu başqa bir səviyyədədir. Aydındır. Və bunları biləndən sonra biz bilirik ki, yəni Allah bir qövmü seçdi və müəyyən bir səbəbləri seçdi. Əmanətə daha sadiqdirlər. Bunlarda bu şeylər var da, səxavətlidirlər və s. Seçəndən sonra nə elədi? Bu qövm seçdiyi zaman dünyanın ən zəlil, belə də, yəni inkişaf yox idi, iqtisadiyyatın zəif idilər, bir-birini qırırdılar, şirkisində batmışdılar, aydındır. Bu qövmün içərisində onlardan olan bir rasul göndərdi, peyğəmbər göndərdi. Ondan sonra bu qövm
qısa bir zamanda biz nə qədər vaxtdan danışırıq? 30 ildən danışırıq, 35 ildən sonra danışırıq ki, neynədi? O dövrün iki dənə böyük imperiyası neynədi? Çöktürdü və yerində böyük mədəniyyət qurdu. Mədəniyyət indi sistem dövlət qurdu da qardaş. Və ondan sonra artıq dünyaya elm ixrac elədi qardaş, yəni. Bu, yəni məsəl üçün bugün ateistlər hətta belə danışır ki, mən də bugün biri çıxıb danışır, deyir ki, mən də bugün bir dənə yazsam, gələcəkdə xəbər verən kitab yazsam, gəlsəm ki, 50 ildən sonra insanlar Marsa gedəcəklər. Sənin bu 50 ildən sonra insanların Marsa getmək xəbərin kimə lazımdır? Yəni söhbət ondan getmir. Bu kitab özlüyündə də, yəni tamam, ateist ol da, yəni deist ol da, amma gəlib bu kitabda səhv axtarmaqla, aydındır, bu kitabı ucuzuna götürməklə, aydındır, sən unudursan ki, Avropa dövlətləri, Qərb dövlətləri böyük nüslər qurublar, şərqşünaslıq, orientalizm deyirlər də ona. Onları qurublar, niyə qurmağa? İslamda bəlkə boşluq boşluqlar tapsınlar ki, müsəlmanları azdırsınlar. Ona baxmayaraq yenə də İslamın o əsas streamline yoxdur, əsas yəni xətti qırılmır, aydındır. Bu necə ola bilər? Aydındır. Deməli bu kitabda böyük bir şey olub da, başa düşdün? İndi bu kitab gəlibdi, səhabələr, nə şey var, incəsənət var onlarda, nə belə deyək də, güclü dövlət var, nə siyasət var, nə heç nə var. Bir müddətdən sonra bu kitabla o insanlar nə oldu? Tamam başqa bir səviyyə çatıblar. Başa düşdün? Aydındır. İndi sən sual verir də, biz özümüzə həmin adamlara, zaten müsəlmanlar arasında bununla təəssüflər olsun ki, deyənlər var və biri təkamülü isbat eləməyə çalışır Quranla, biri nəmi sualtı, yəni dünyanı kəşf eləməyə çalışır, biri 11 dənə planet, 9 dənə planet kəşf eləməyə çalışır, ağızlarına gələn danışır, biri Plutonu kəşf eləməyə çalışır. Bu insanlar, yəni səhabələr, bunlar bu məsələləri, o Quranı o formada oxuyanda göydən hədid endirdikdə bilirdi, bilmirdilər. Bilmirdilər. Düzdür, bilmirdilər də. Onlara lazım idi, yox lazım deyildi. Hədid məsələsinə gəlincə, baxaq, səhabələr orada nəyə başa düşdülər? O ayədə nə başa düşdülər? Bilirsənmi nəyə başa düşdülər? Məsələn, Hədid surəsinə baxsaq, Hədid surəsində, misal üçün, həmin o dedikləri ayə baxsaq, nə deyir? Laqad arsalna rusulna bil beyinat və anzalna ma'ahum kitab vel mizan. Aydındır? Deyir ki, biz elçilərimizi beyinətlərlə göndərdik, aydındır, və onlarla kitabı və mizanı neynədik? Endirdik. Liyaqumən nəsu bil qist. İnsanlar neynəsinlər? İnsanlar adil olsunlar, ədalətlə yaşasınlar, ədaləti iqamə eləsinlər, aydındır. Ayənin birinci hissəsində Rasullar nə ilə gəldi? Rasullar beyinətlər ayələrlə və kitab və mizan. Mizan nədir? Mizanın təfsirinə baxanda iki məsələ var. Qiyasdır. Qiyas. Mizan qiyas, yəni tərəzi qiyas eləmək. Aydındır. Və yəni digər təfsirlər, bu da təfsir elmini bilənlər bilər, bunlarla ixtilaf tənavül edirlər. Yəni bir sözdən bir neçə məna çıxır, hamısı da eyni mənaya qayıdır. Qiyas yəni şəriəti yəni endirdik. Yəni ağılla, ictihadla, yəni kitabı endirdik, sonra ictihadı endirdik ki, insanlar bu kitabın mənalarını iynəsinə ictihadla digər məsələlərə tətbiq edə bilsinlər. Davamında nə deyir? Və ənzəlnəl hədidə fihi bə'sun şədid və mənafi'u lin-nas. Deyir ki, və sonra biz hədidi indirdik, dəmiri indirdik. Onun içərisində qüvvə və insanlar üçün fayda var. Deməli, bu ayədə nədən söhbət gedir? Hədid yəni dəmir silahları, aydındır? Yəni döyüşməyi onlara bildirdik. Aydındır? Hədid qılıncı. Yəni sabah şəriəti indirmişik, kitabı indirmişik, ictihadı indirmişik, okey, insanlara çatdırır. İnsan qulaq asmır, aydındır? Oğurluq edir yenə. Nə edirik? Əlini kəsdik, aydındır? İnsanları İslam'a çağırdıq, başa saldıq, dedik ki, sizin bu həyat tərziniz insanlara zülm, misal üçün də götürək ki, səlibçiləri və digərləri, sizin bu həyat tərziniz səhvdir, aydındır? Yəni, başa düşmədilər. Yenə də başladılar insanlara zülm eləməyə. Nə? Qılınc. Burada söhbət, yəni şəriətin tətbiqi üçün lazım olan hədid, o dəmirdən gedir söhbət. Bu səhabələr də bunu bu cür başa düşdülər. Başa düşdülər ki, bəli, İslam dövlətində həm konstitusiya olmalıdır, necə ki, bütün dövlətlərdə də bu var. Yəni, nə? Konstitusiya şəriət. Həmçinin nə olmalıdır? Tətbiq, konstitusiyanın tətbiqi, qüvvə. Başa düşdün? Hədid odur. İndi bugün gəlir, biri deyir ki, biz göydən dəmir indirdik. Sahabə də oxuyur, təsəvvür edə, sahabə oxuyur, dəmir indirdik. Hə. Yəni, burada nədən gedir? Okey, mən bunu başa düşmədim. 1500 sonra gələnlər başa düşərlər. Bunun mənası nədir, qardaş?
Aydındır, o cür məsələlərlə şişirdilər, insanları çaşdırırlar. Amma Quran isə fizika elmi, mən misal üçün də sən bir insan deyir ki, mən o Quranda fiziki dəlillər tapmıram. Tapa bilməyəcəksən. Zaten Quranın o ikinci səhifəsində Allah Subhanahu "Dəlikə kitab la reybe fi huden lil muttaqin." Yəni hidayət müttəqilər üçün "Ellezine yu'minun bil gayb ve yuqimuna salate." Aydın o kəslər ki, namaz qılır, qeybə inanırlar, o müttəqilər üçün içində şübhə olmayan kitab indirdik, qardaş. Aydın və yəni hidayət axtaran adam o suallara ki, hansı ki sənin fitrətində var. Deyirsən ki, mən niyə yarandım? Bu kainatın ortasında mən nə edirəm? Bu boyda kainat dəqiqliyi ilə mənim yaşamağım üçündür, aydındır? Hələ elmi olaraq, yəni bir dənə sübut yoxdur ki, bu boyda kainatda bizdən başqa şuurlu, özünü tanıyan məxluq var. Niyə? Bu cür suallar, yəni niyə yaşayıb, niyə ölürəm, aydındır? Bu cür sualları axtaran adam, axırda o mən dediyim nəticələr gələndən sonra açır Quranı, görür ki, Quranda insan üçün psixoloji, sosioloji, aydındır? Prosososioloji, parapsixoloji, aydındır? Bütün bu məsələlərdə nələr var? Hidayətlər var. Aydındır? Və ondan sonra nə edeyim? Dediklərinizi mən də yaşayıram deyirəm. Yəni ona görə Ay sağ ol. Ay sağ ol. Mən onu axtaram ki, yəni boş-boşuna gəlməmişik. Elə yedi içdi, nə Bəli, var. bəli. Ona görə, bəli, sən ona görə Quranı oturub səmimi oxusan və desən ki, Allahım, yəni mən səni axtarıram, mənə yəni yol göstər. Mənə izah elə. Vallahi deyirəm, and olsun Allah deyirəm, sən orada bütün tapacaqsan məsələləri. Amma sən getsən, otursan, embriologiya belə getdi, fizika belə getdi, nə bilim. Deyirik ki, biz insanlara deyirik ki, ay insanlar, Peyğəmbər sallallahu əleyhi və səlləm model idi də. Bu kitabın ən yaxşı mənasını bilən adam idi, düzdürmü? Və bu Peyğəmbərin həyatını nümunə götürən tələbələri qısa bir müddətdə dünyaya hökm elədilər. Düzdür? Və Allah da bunu istəyir də. Düzdür, insanı yer üzrə xəlifəsi eləmək istəyir. Xəlifə necə olacaq? Yəni onlar necə elədilər? Düzdürmü? Allah necə ayədə gəfə in amanu bima amantum bihi faqad ihtadu. Deyir ki, onlar yəni sizin iman gətirdiyi sahabelər, sizin iman gətirdiyiniz kimi iman gətirsələr hidayət olarlar. Biz də nə edirik? Bu yəni o ki qaldı Peyğəmbər sallallahu əleyhi və səlləm vaxtındakı məsələlər var ha qardaş, məsələlər. Əsas məsələlər. Siyasət məsələləri var idi, yox idi, var idi. Düzdürmü? İqtisadiyyat var idi, düzdürmü? Psixologiya məsələləri var idi, ruh elmləri var idi, yox idi. Evlilik məsələləri var idi, indi də var. Övlad məsələləri var. Tərbiyə məsələləri var. Miras məsələləri var, düzdürmü? Bütün bu məsələlər günümüzə qədər bütün cəmiyyətlərdə eynidirmi? Bütün cəmiyyətlərdə? Bütün cəmiyyətlər o şeylər də, bütün cəmiyyətlərdə problemlərlə üzləşirlər də, düzdürmü? Evlilik, boşanmaq, düzdürmü? Bəli. Bizim cəmiyyət buradan başlayır. Cəmiyyət evlərdən, ailələrdən başlayır da. Sonra get-gedə yəni yığılır üstə, ondan sonra dövlətlər olur da, düzdürmü? Yəni bu məsələlər yəni bütün dövrlərdə olub. O dövrdə yəni heç bir dövləti olmayan, heç bir iqtisadiyyatı olmayan, siyasəti olmayan bir qövmə gəlir, onu islah edir, o dünyana hökm edir. Və nə qədər hökm edir? Təqribən 1000 il. Yəni 1000 il proaktiv, sonra da yavaş-yavaş da azala, düzdürmü? Bu dövlətləri götürək. Yəni deməli məqsəd nədir? O Quranın o hidayətini o cür axtarmaqdır. Aydındırmı? O cür axtarmaqdır. Məsəl üçün belə deyək də, məsəl üçün insana bir sual gəlir də, Qurandan misal gəlir də. Sual gəlir ki, mən öldükdən sonra da mən nə olacam? Aydındır? Oxursan ki, sən diriləcəksən. Haqq hesab verəcəksən. Aydın? İndi ki, növbəti sual gəlir sənə, misal üçün, düzdür? Növbəti sual gəlir. Növbəti sual odur ki, mən necə diriləcəm? Necə dirilə bilərəm? Aydındır? Ondan sonra görsən ki, misal üçün Həcc surəsinin, Müminin surələrinin əvvəllərini, əgər şübhəniz varsa, onda biz sizi nə etdik? Əvvəlcə nüsfədən, sonra əlaqədən, yəni asılmış ət kimi deyirlər, oxşar mudğadan. O dediklərin hamısını da sahabələr bilirdilər ha. Çünki qadınlar uşaq salırdılar, heyvanlar uşaq salırdılar, görürdülər, bilirdilər, aydındır. O mərhələləri Allah xatırladı. Deyir ki, bu mərhələlərə sizi mən keçirmişəmsə, növbəti bir mərhələni eləməyə nə var ki? Sonra da bir dənə misal gətirir. Deyir ki, baxın ha, deyir, çətindir başa düşmək. Baxın, yer ölü o torpaq var ha. Ölü torpağa, yəni yağış düşür, onun içərisindən toxumdan necə ağaclar çıxır? Deyir, bu biz deyilən ki, çıxardacaq. Aydındır? Görürsən ki, nə elədi sənə?
ağlı bir misal gətirdi. Fiziki misal deyil, əqli misaldır. Çünki fiziki misal təbiət qanunları sənə deyə bilər, sənə izah edə bilər necəni. Misal üçün məsələn, ananın bətnində uşaq nə edir? Necə mayalanır? Spermadan misal üçün də necə ana bətnindəki yumurtalıq hüceyrəsi birləşir, necə zigot yaranır, sonra başlayır bölünməyə, aydındır? Düzdürmü? Bu xromosomlar necə cəmlənir? Bunu necəsini başa sala bilər, düzdürmü? Amma yəni məsəl üçün ata bətnində atanın elə bil atadan çıxmamış o şeydə damla. O damla oradan çıxmamış. Ona DNA kodu yüklənir ki, bu kodu götürəcəksən, gedəcəksən ana bətnində yumurtalıq hüceyrəsinə yüklənmiş kod yoxdur. Birləşəndə bu kodlar bir-birinə sintez eləyəcəklər. Orada da artıq 150 kilobayt koddan söhbət gedir. Ha, bizən böyük Amazon saytının kodu qədər koddur. Bildin 150 kilobayt. Aydındır? Yəni bu kod yazılacaq və bu kod sonra nə olacaq? Başlayacaq bu prosesi nə etməyə? İdarə etməyə, alqoritm kimi. Yaxşı, yəni bunu aydındır? Bunu məsəl üçün elm yəni necəsini başa salır. Lakin o kod orada niyə yazılıbdı? Aydın onu başa sala bilmir, aydındır? Bildinmi? Və ağacın bildin can, başa düşün, fikrimi çatdıra bilirəm. Quran sənə götürüb bir dənə üzr istəyirəm, bir dənə fikrimi tamamlayım. Quran sənin necəsi barəsində danışmır. Orada niyəsi və ümumən başa düşdüyün formada doğrudan bu iki şeyə qadir olan buna niyə qadir olmasın? O cür səni neyinir? Ağlınla və qəlbinlə səni üzbəyüz qoyur. Sən də fikirləşsən, doğrudan da fikirləşə oxuyanda təsirlənirsən ki, gör nə qədər əzəmətli kitabdır. Başa düşdün əzizim? Bəli. Siz necədir? Mən neçə dəfə fikir vermişəm. Bu ateist olsun, ya özümdən də götürmüşəm. Nə qədər inkar eləsən də, nə qədər yəni eləsən də, insan elə bir ki, bu proqram kimidir də, nəsə çəkir, cəlb eləyir ki, yəni sən adana inanmalısan. Yəni mən neçə dəfə özümdə yoxlamışam, belə demişəm ki, ona qulaq asmışam, buna demişəm ki, düzdür, belədir, elə insan belə yaranır, belə. Amma sonradan öz-özümdə nəsə çəkir. Yəni fikir verirəm ki, mənlik də deyir, elə bir ki, nəsə məni dartır ki, yox, sən bir araşdır. Bir araşdır, bir bax. Bəli. Bir də mən o buyur deyil. Bir dənə fayda deyim, çox qəşəng bir fayda var. Ümumiyyətlə o fəlsəfi, yəni İbn Teymiyənin fəlsəfəsinə verdiyi rəddlərdədir. Bu qədər məsələsində, xüsusilə İbn Sinaya verdiyi qədər rəddlərdədir. Çox maraqlı bir məsələ var. Deyir ki də fəlsəfi terminlərdən deyir də. İbn Sina misal üçün fəlsəfədə nəyə gətirdi? Deyir birincisi mümkün, vacib və müstəhil, yəni formalar var da, yəni vücudun, məxluqun. Və o mümkün məsələsi nədir? Yəni ola da bilər, olmaya da bilər də, başa düşdün? Məsələn, İbn Teymiyyə bu insanın iradəsinin və eyni zamanda da insanın iradəsindən fovqda, yəni Allahın istəyi yoxdur. Yəni o ayələrdə var ki, Allah istəməzi, siz istəməzsiniz də, düzdürmü? O mətəşənlə yaşa Allah, Allah istəməz, siz istəməzsiniz də. Bunu isbat eləmək üçün o İbn Sinanın o gətirdiyi o metodika ilə gətirir. Deyir ki, özdə Mötəzilələrə bu şeyə rədd verəndə, adı nədir? Əlləməl-Hilli ona rədd verəndə Minhəc-üs-Sünnə kitabında deyir ki, baxın deyir, sizə deyir sual versəm, çox maraqlı faydadır, məntiqi olanlar üçün deyir, sizə bir sual versəm deyir. Desəm ki, bax bir şeyi eləmək istəyirsən, düzdür? Bir şey eləmək istəyirsən. Sənin bir şey etməksən də, mən istəyirəm bu telefonu götürüm də əlimə, düzdür? Götürməmişdən qabaq. Mənim deyir istəməyimlə istəməməyim arasında şeydir də, mən bu götürməyimlə feilimi, götürməmək feilimə nə tərcih elədi? Bunlar deyirlər ki, nə? İstək, sənin öz istəyin, aydındır? Hansı ki, onlar da Allahın qədərini inkar edənlər idi, xüsusilə. Deyir ki, yaxşı, istəyin, aydındır, istəyin müəyyənləşdirdi ki, sən götürəsən. Yəni, götürməklə götürməməyin ehtimalı bərabər idi. 50% götürə bilərsən, 50% götürməyə bilərsən. Sənin istəyin neynədir? Sənin istəyin birini o birisindən üstünlədə ona görə sən götürdün, düzdür? İndi növbəti sual verir. Deyir ki, çox maraqlı faydadır. Deyir ki, yaxşı, bəs sənin istəməyinlə istəməməyi nə tərcih elədi? Aydındır. Sən desən ki,
növbəti istəmək, aydındır? Onda o sual ona da soruşur ki, bəs yaxın o istəklə o istənməyə nə müəyyəndir? Sən deyə bilməzsən ki, ondan sonraki istək. Bu da məntiq elmində dövr adlanır və dövr ümumiyyətlə loopdur da. Yəni hətta məsəl üçün alqoritm yazanda kompüterdə mən proqramlaşdırma məşğul olmuşam. Orada əgər belə bir loopa düşərsənsə alqoritm dayanır, yəni çökür kompüter. Niyə? Çünki sonsuzluğa gedir də, bildiyin qurtarmır. Deməli, sənin istəyinlə istəməməyi onun fövqunda bir şey olmalıdır ki, onlarla eyni cinsdə yox. Onun fövqunda bir şey olmalıdır ki, o seçsin. O tərcih eləsin. Bildin? İndi sənin misalına niyə gətirirəm? Sənin istəyinlə istəməməyin də o sənin istək və istəməmək, yəni o dərəcəndən yuxarıda bir, yəni nə? Muracih, yəni tərcih edən qüvvə var. Başa düşdün əzizim? Allah istəməyəcək, ona görə istəməzsən. Və bu da sənin üçün xeyirdir inşallah. Bildin əzizim? Bu məntiqlə Qur'anı oxursan, sən görəcəksən ki, artıq sən Qur'anı o ateistlərin oxuduğu kimi, ay, yəni Qur'anda niyə oğulluğunun arvadını evlənəcək? Bu şeylərə takılmayacaqsan, niyə qardaş? Başa düşəcəksən ki, bu yəni urfu bir şeydir də. Bunun üstünə nəyə takılıram? Böyük şeylərə, böyük mənalı. Bildin əzizim? Allah şahiddir ki, yəni mən sırf o fikirlərimi tam nizamlamaq üçün sizə yığdım. Yəni başqa sual verib sizdən nəsə cavab alıb, yaxud da nə bilim belə şeylərdən ona görə eləməmişəm. Yəni sadəcə bəzi suallar var. İndi beynimdə olan o sualları indi sizə dua edirəm. Allahdan istəyirəm ki, Allah yəni məni düz yol nədirsə ona yönəltsin. Yönəldəcək inşallah. Ona görə mən sualı birincisi elə ondan başladım ki, məsələn nədən sübut var ki, yəni bunu Allah tərəfindən göndərilib və yaxud siz dedikcə indi bəzi şeylər, məsələn o fikirləşmələr deyirdiniz. Məsələn mən indi hərdən işdə olanda baxıram ki, yəni öz-özümə danışıram ki, yəni ki, bu yaranıb, hər şey var. Bunlar heç biri, yəni öz-özündən deyil də. Yəni bu nətər sübut eləsələr də, eləməsələr də bu öz-özlüyündə insan baxır ki, ya bu göy var, yer var, hər şey var da. Yəni bunlar öz-özündən yaranmadı. Mən də, yəni mənə kimi insanlar da tumurcuq kimi yəni ortaya çıxmaz ki, gəl salam əleykum, sən də gəlmisən, gəl yaşa. Belə deyil də. Yəni bunun yaradanı var. Nəsə var burada. Bəli. Adam onu adam axtarır. Bir dənə mənim dostum sual vermişdi. Sadəcə bu da bir indi bəlkə də bu canlıda qanunlar da varsa üzrlü sayısında. Bu sünnət məsələsinə gəlir də. Orada deyir ki, məsələn mənə belə bir sual verdi ki, yəni niyə görə məsələn Allah elə insanı belə yaradıbsa, nətər var elə də olsun da. Yəni durub orada yəni sünnət. Yəni orada da bilirsən necədir? Müəyyən bir şeylər var ki, insan məsələn onda bax belə deyək də, Allah insanı ananın qarnında göbəklə yaradıb da. Göbək birləşir də bilirsən də, göbək yəni qidalandırılır, doğrulur. Bəli. Elə indi çıxardıq elə göbəklə gəzərdik də, belə iplə atardıq çiynimizə gəzərdik də. Düzdür? Yəni həmin mərhələdə göbək lazım idi uzun. Müəyyən bir mərhələ gəldi, çıxdıq, yəni o həkim nədir? Göbəyi kəsir, bükür, düzəltdi, düzdürmü? Yəni aynen. Bu da ki, yəni bir səbəbi var da. Onu yəni həkimlərdən sorsaz, hansı ki böyüyəndə artıq ona ehtiyac olmur. Aydındır? Uşaq vaxtı ola bilər ki, faydası var. İndi dərinə getməyək. Bəli, başa düşdüm sizi. Başa düşdünüz? Yəni nə kitablarıyla oxu? Quran heç də yəni o Allahın kəlamıdır. Və belə tam o fikirləri cəmləmək üçün nələr oxuya bilərəm, nələr? Yəni misal üçün mən sənə bir yəni maraqlı, sən bizə şəxsiyə yaz. İnşallah mən sizə Sünnə Az saytımız var. Bizim orada maraqlı kitablar var da. Yəni hansı ki əsas da həyatın məqsədi barəsində, yəni həyatın qayəsi, tövhid barəsində o şeydə müəyyən, yəni balaca risalələr, sonra müəyyən kitablar tövsiyə edərik. Yaxşımı? Bəli. Yaxşı. Onda yazaram mən sizə. Çox sağ olun. Yazın. Şad oldum. Oldu. Sağ olun. Çox sağ olun. Allah hidayət versin. Sağ olun. Allah razı olsun.